Həyatın mənası insanın itirəcəklərinə görə dəyişən bir məsələdir. Adam var, məsələn deyir, bir övladım var, mənim həyatımın mənası budur. Yaxşı, övladın olmasa nə olacaq? Övladını itirsən nə olacaq? Valideynini itirsən nə olacaq? Həyatın mənası dəyişəcəkmi? Həyatın mənasını elə bir mənalandırmalıyıq ki, biz itkisi ilə, yoxluğu ilə, varlığı ilə bu məna dəyişməməlidir. Həyatın mənası dediyim anlayış insanlıq üçün olmalı. Peyğəmbər üçün həyatın mənası nə idi? Sağlığında 3 qızını itirir, 3 oğlunu itirir. Etiraz eləyə bilməzdimi? Deyə bilməzdimi ki, ey Allahım, mən sənin sonuncu peyğəmbərinəm. Mənə Quranı vermisən, məndən sonra peyğəmbər göndərməyəcəyini demirsən, kitab göndərməyəcəyini bildirmirsən. Mənim övladlarımı almaqdan dəyərdimi? Peyğəmbər ona o cür yanaşmadı. Bilirdi ki, peyğəmbər, biz həqiqətən bu həyatda nə qədər real yaşayırıqsa, bundan sonraki həyatda bu həyatımızdan daha realdır. Biz çünki onlara qovuşacağıq. Biz burada illər nə qədər olsa da bir yuxu kimidir. Biz bu günlərin bizim dediyimiz şeyləri sabahların burada qoyub gedirik. Heç kim öz yoldaşı ilə, övladları ilə bir yerdə qəbrə girmir. Hamı təklikdə gedir. İnsanlar bir müddət ağlaya bilərlər. Sadəcə üzərindən müəyyən bir dövr keçəndən sonra həmin dövr belə adiləşir. Həyatın mənası olmalıdır ki, həyatda Allahın buyruqlarına daha çox bağlı olaq. Onun buyurduqları şəkildə yaşayaq. Bu qısa dövrümüzü mənalandıraq. Bu dünyamızı biz əkin tarlası görməliyik. O biri dünyamızı isə biçin olaraq görməliyik. O zaman bizim həyatımız məna olacaq. Heç birimiz mənim dediyim heç bir şeyi özümüzdən aparır.